hədislərdə, şiə kitablarında da və həmçinin Əhl-i Xilafda Səhih Müslüm deməli, səhifə 370-də hədisin nömrəsi 1031. Eyni ilə hədis, bayaq oxuduğum, eyni ilə həmən o hədis Əbu Hüreyrədən nəql olunur, Əbu Hüreyrə də Peyğəmbərdən nəql eləyir. Səb'ətun yudilluhumullah şərhdə verdik 7 nəfər ki, onlar ilahi kölgədə olacaqlar. Deməli, şiədə də və Əhl-i Xilafda da hədis var ki, 7 nəfər nədir? Allahın kölgəsindədir. Deməli, Allahın nə sifəti vardır? Kölgə sifəti. Ələli bəhs edir. Nəqlil küfrü leysə bi küfr. Hədis var. Amma hədisin olması əqidə demək deyil. Diqqət edin. Bəzi insanlar tələsir, internetdə, orada, burada günaha batırırlar özlərin. Bihar-lə vardan, Üsul Kafidən, oradan, buradan hədisin sənədindən başı çıxmaya və ilmi qanun qaydalara söykənə bilməyə hədisi görən kimi bir şiənin əqidəsi. Şiə deyir ki, məsələn, Allah belə, Allah elə, Peyğəmbər belə, Peyğəmbər elə. Elmi qanun qaydalar var. Hətta 2 səhih sənəd hədis olur. Əhl-i Beytdən gələn qanunlar var. Xuz bimə iştəhara beynə əshabik. Də'i şərzən nadir. İmam buyurur ki, 2 hədis gəlir. İkisinin də sənədi səhihdir. Biri deyir sağa get, obursu deyir sola get. İndi mən hara gedim? Cəm eləmək də olmur axı. Ya sağa getməliyəm, ya sola. Qanundur. Elmi qanundur bu. Əhl-i Beytdən götürülmüş. Nəsə bir əqli qanun. Yox. Əhl-i Beytdən bizə yetişən mötəbər qanun. Xuz bimə iştəhara beynə əshabik. Sənin əshabının arasında hansı məşhurdur? Onu götür, o nadir, şaz olanı neynə günə? Tərk. Bu qanun, indi baxacam hədisə, ikisinə də səhihdir. Hansı fəqihlər arasında məşhurdur? Ona əməl edəcəm. Ola bilsin bir hədis müəyyən zamanda şaz olub, nadir olub, amma müəyyən mərhələdən sonra fəqihlərin ona əməl eləməsi ilə şöhrət tapır. Həmən bu hədisdə hökmün neynəyəcək? Dəyişəcək. Yəni, şəxs elmi qanun qaydaya söykənib, hədis haqqında fikrin bildirəcək. Diqqət edin. Həmən bu hədisin mənası nədir? Hədisi oxuduq, amma məna vermədik. Hədisin zahirin götürüb əqidə düzətmək olmaz. Nə Quranda, nə də ki hədisdə. Hədis araşdırılmalıdır qanun qaydalarla. Həmçinin də Quran ayəsi. Məsələn, Quranda hər ayəni götürüb əməl eləmək olar? Sual. Olar. Məsələn, Quranı aç, hansı ayə keçdərilə əməl elə? Qurandır da. Olar. Niyə olmaz? Çünki mənim fikrimcə Quran Bəqərə surəsində namaza içki də halda gəlməyin. Sonra içkiniz keçəndən sonra namaz qılır. Hə, bildim nə istəyirsiniz. Yox. Mütəşəbbih. Ağan ölənlər ona salavatsın. Allahümmə salli ala Muhammed və ali Muhammed. Siz dediyiniz də yerindədir. Amma onun xüsusi izahı var. Bizim məqsədimiz neydi? Ağanın dediyi. Nəsx olmuş ayələr var. Nəsx olmuş ayəni sən əməl eləyə bilməzsən. Məsələn, içki haqqında 3 ayə var. Sən o birinci nazil olan ayəyə əməl eləyə bilməzsən. Əla kulləha. Əməl eləyə bilməzsən. Mütəşabih möhkəm ayələr var. Mücməl, qeyri-mücməl, mutlaq, müqayyəd. 5-10 qismə bölünər Quran ayələri. 5 qisminə əməl eləyə bilərsən, 5 qisminə əməl eləyə bilməzsən. Onun da xüsusi bəhsin inşallah eləyəcək. Biz deyəmək fəqət nəsx olub olunmayanda, nəsx olmuş ayə əməl eləmək olmaz, nəsx olunmamış ayələrsə qiyamət gününə qədər öz hökmünü qoruyub, saxlayır. İndi mən hardan bilim bu ayə nəsx olub yox olub?
Deməli, ey müsəlmanlar, Azərbaycan dilində, müəyyən dillərdə tərcümə olunmuş Quranı götürüb, mənim bir növ o sual-cavab ki, biz çox olunuruq, ona görə qarşıma çıxıb, bir nəfər müəyyən rayondan zəng vurdu. Əmi qızı ilə evlənmək haramdır. Dedim, bağışlayın, birdən-birə adama belə sual verməzsən, düz niyə, harada oxudunuz, bu dəlili hardan götürdünüz ki, əmi qızı ilə evlənmək haramdır. Dedi, dəlil elə Quranda. Əhzab surəsində Allah Teala buyurur, İnna əhlalna ləkə, biz sənə həlal elədik ey Resulullah, əmin quzun filan. Resulullah'a halal olunub, bizə halal olunmayıb. Allah biraz o yanlığa getməyək. Elə deyəmək burada, mənlə danışan insan. Deyirəm, əziz qardaş, orada yazılmayıb ki, başqasına olmaz. Çünki başqa bir ayədə var, hələ Əhzab surəsində. Allah Teala buyurur ki, Peyğəmbərimizin, zövcələrin, sallallahu aleyhi və səlləm, əbədi olaraq Peyğəmbərdən başqasına nicah eləmək haramdır. Peyğəmbərdən başqasına. Kəlmə var. Peyğəmbərimiz dünyasını dəyişdi, onun zövcələri ölənə qədər evdə neynəməlidirlər? Qarımalıdırlar. وَقِرْنَ فِي بُيُوتِكِنَّ Başqası ilə evlənmək caiz deyil. Ayə belədir. Möminlərə haramdır. O olmaz. Amma bu ayədə yazılmayıb. Sənə halal elədik. Deməli, bu o deməkdir ki, başqasına haram elədik. Həmən buradan məfhum-ül müxalifəni, çünki belə bir üsul elmində qanun var. Hər ayənin məfhum-ül müxalifəsi olmaz. Məsələn, Quran ayəsi var. Qızlarınızı zina eləməyə məcbur eləməyin. O zaman ki, onlar onu istəməzlərsə. Yəni, məfhum-ül müxalifə bu ayədə götürülsə usul qanunu ilə İstəsə elə. İşqalı yoxdur, Quran icazə verir. Amma qanunlar var, mən onu çatdırmaq istəyirəm ki, Quran tərcümə olunur, mənim dilimdədir də. Belə şeyimiz yoxdur bizim. Qanun qayda var. Hər ayənin məfhumunu götürə bilməzsən. Qanunlar bilməlisən, o qanunlarla nə edəcəksən? Hərəkət edəcəksən. Deməli, mövzunun xülasəsi. Quran-ı Kərimdə və hədislərdə hər hansı bir məlumat qarşıya keçdi, çalış o mütəxəssisə birinə müraciət elə, birinə, ikisinə, üçünə, dördünə, sonra özündə bir qərar əldə eləyinən ki, çünki Allah Teala Quran-ı Kərimdə buyurub ki, bir dəstə hər qəbilədən geçsin, Allahın şəriətini öyrənsin və qayıtsın, öz qövmünə təbliğ eləsin. Filan kəs də gedib, hicrət eləyib, oxuyub, gəlib, Allahın əmrinə əməl eləyib və mənim üçün fiqh gətirib, mənim üçün əqidə gətirib, mənim üçün şəriət gətirib. Mən ona qaydacam və ondan da neynəyəcəm? Soruşacam. Bir nəfər, iki nəfər, üç nəfər, hətta qəlbin neynəsin? Aramlıq tapsın. İndi hədisdə oxuduq. Allah deyir ki, Allaha kölgə nisbət verilir. Allahın kölgəsi. İndi bu hədisi həm Şiyə kitabını, həm Sünni kitabını üləmalar necə izah edib? Baxış necə olur? Hələ zahilin götürüblər ki, Allahın kölgəsi var. Buna da bir azacıq izah gətirək. Sonra həqiqəti bəyan edək. Əlimdə olan kitab Müslümün, hələ o hədisin ki oxudum, həmən o hədisin şərhi. Nəvəvinin Müslümə yazdığı şərh. Deməli, 4-cü cild bu çapla səhifə 131-də. Diqqət edin kəlmə. Deməli, qaləl qadi idafətü zil ilə Allah Teala idafət milk. Kullu zil fəhuvə lillah və mulkuhu və xələqəhu və sultanuhu axıra qədər tərif. Kölgə Allahın məxluqudur. Allah onun maliki olduğuna görə Allaha nə olunur? Nisbət verilir. Allah ona malik olduğuna görə. Allah onu yaratdığına görə, deməli, qazi, iyad və yaxud qeyrisi deyir ki,
Kölgə Allahın deyil, Allahın yaratdığı məxluqdur. Onun maliki olduğuna görə deyilib də Allahın kölgəsi. Bu bir məna. Son. Vəl-muradu huna zillul arş. Amma bu hədisdə məqsəd 7 nəfər Allahın kölgəsində olacaq. Allahın kölgəsində yox, ərşin kölgəsində. Çünki deyir, 2 hədis var. Bir hədisdə gəlib ki, 7 nəfər Allahın kölgəsində. İkinci hədisdə gəlib ki, o 7 nəfər ərşin kölgəsində. Və İmam Nəvəvi və bir neçəsində oxuyacaq bunların böyüklərinin hamısını götürüblər, Allahın kölgəsi yoxdur, kölgə yaratdığı məxluqundur. Ərş Allahın yaratdığı məxluqdur. O məxluqun kölgəsində olacaq. Məsələn, bizim hədislərdə də var, ərşin əyağına yazılıb, məsələn, La ilahə illallah Muhammed Resulullah Aliyyə. Salavat. Allahümme salli ala Muhammed Ali Muhammed. Yəni, ərşə nisbət verilmək, o nisbət verilən varlıqlar üçün bir növ şərəfdir. Varlıqlar üçün şərəfdir. Ərşdə yazılıb, ərşin sağında, ərşin solunda, ərşin kölgəsində. Deməli, bu varlıqlar xüsusi ilahi qayğını özünə cəlb eləmiş varlıqlar. Bu bir məna. Son. Deməli, bəziləri buyurub ki, qəd yuradı bihi zillil cənnət. Cənnətin kölgəsi. 3-cü məna. 4-cü məna. Cənnətdə olmaq, kölgə, yəni cənnətdə olmaq. Və digər mənalarda qeyd olunur ki, bir növ burada Allahın kölgəsi nəzərdə tutulur. İmam Nəvəvinin rəyinə əsas. İndi başqa bir 2 alimin rəyini oxuyacağım, sonra bizdən də bir nəfər oxuyayım, ondan bu məqsəd nədir, üzə çıxsın. Deməli, Əhməd ibn Muhammed ibn Əbi Bəkir ibn Əbdülməlik Qastalani hicrətin 923-cü ilində vəfat edib, 3-cü cilddə Buxariyə şərhi var. Deməli, İrşad-ı Sari adında cild 3, səhifə 24-də görürüz nə olur? Diqqət edin. Yuzilluhumullah fi zillihi. Onlar Allahın kölgəsində olacaqlar. İzafətü zilli ileyhi subhanahu teala izafətun təşrif. Bir kölgəni Allaha nisbət vermək, izafə eləmək, şərəf məqsədi daşıyır. Məsələn, deyirəm ki, bu meçid Allahın evidir ya yox. Amma bura Beytullah deyilir. Deyilmir ki, Beytullah hara deyilir? Kəbiyə. Deməli, o evin, bu evdən neyi vardır? O da daşdır, bu da daşdır. İkisi də qürbətən ilə Allah dikilir. İkisi de Allah'ın evidir. Ama ona Allah evi ad verilir. Bu da Allah'ın evidir. Ama o məxsus, xüsusi orada Allah'ın evi. Allah'ın evi yoktu, gitsin yaşasın orada. Ne'uzubillah. Bu izafete deyərlər, izafetun təşrifiyyə. Bir növ bəli. Xüsusi şərəf, xüsusi qayğı, xüsusi baxış. Diqqət edin. Kənaqətullah. Deyir, həmən bu tərzdə Quranda da var. Allahın dəvəsi. Naqətullah, naqa dəvə deməkdir. Dişi dəvəyə deyirlər ərəb dilində, naqa, erkəyə bə'ir. Naqa, Quranda da naqətullah, Allahın dəvəsi. Allahın dəvəsi var. Deməli, Allahın dəvəsinə etiqad eləsin, gərək atı da olsun. Yəni, miniş vasitəsi də nə'uzubillah. Deyir, həmən bu cürünə izafələr, bağlamalar, yönətmələr şərəf qəsdi daşıyır. Yəni, bu dəvə çoxdur. Hamısı Allahındır, ya Allahın deyir dəvələr. Hamısı Allahındır. Niyə məhz Salih Peyğəmbərin dəvəsinə Quranda deyildi? Naqətullah. Allah dəvəsi. Məxluqullah. Təşrif. Bu dəviyə xüsusi qayğı göstəriləcək. Ey insanlar, həftənin bir günü bunundur. Və 6 günü sizindir. Yəni, insan o dəvəyə bir gün əziyyət eləməyəcək. Narahat eləməyəcək, əziyyət yox.
narahat eləməyəcək onu. Niyə? Çün Allahın dəvəsidir. Və başqa dəvə yox idi orada. Onlar Allah dəvəsi deyil. Bəli, Allah dəvəsidir hamısı. Hamısına malikdir Allah Teala. Hamısı Allahın məxluqudur. Amma burada xüsusi qayğı və inayət. Ardına qulaq asın. İz huve min xavasıl əcsam. Deyir, kölgə cismin xüsusiyyətlərindəndir. Fəl murad zillu ərşihi. Bu hədisdə kölgə, yəni ərşin kölgəsi. Yəni, kölgə neyin xüsusiyyətlərindən oldu? Cism. İndi gəlir Fəthil Bari. İbn Həcər Əsqəlaninin Fəthil Bari kitabı Səhih Buxariyə şərhdir. Əl-Cüz-i Thani, ikinci cüz, mövzumuzun axır-axırlarıdır. Diqqət edin. İbn Həcər də eyni ilə Müslimin şərhin verən Nəvəvi kimi təqribən yaxın mənalar qeyd edir ki, burada məqsəd Allahın kölgəsi deyil, ərşin kölgəsidir və yaxud cənnət və yaxud, məsələn, belə bir misal da gətirir ki, filankəs filankəsin kölgəsindədir. Bu nə deməkdir? Yəni, qoruyur. Burada qeyd eləyir. Yəni, fi himayəti. Kölgə, yəni Allahın himayəsində olacaqlar bunlar. Hamı Allahın himayəsindədir. Amma bunlar xüsusi himayəni özlərindən eyniblər, cəlb edirlər. Burada da Allahın özünün kölgəsi olmasın, İbn Həcər neynir? Rədd edir. Və başqa Buxarinin şərhində araşdırdım. Bədrəddin Eyni 855-ci ildə vəfat edib. Deməli, hədisə şərh yazır. Buxariyə şərhi var. 5-ci cildə səhifə 177-də bu hədisin şərhində eyni ilə biraz fərqli kəlmələrlə İbn Həcərin dediyin deyil. Bu, əhl-i xilafın rəyi. Bizim Şiyə məzhəbinin də ən böyük alimi Əllamə Məclisi Bihar Lənvarı araşdırdım. Orada eyni ilə hələ bu alimlərin dediyi kimi söz deyir ki, Allahın kölgəsi yoxdur. Kölgə ərşin kölgəsidir və yaxud Allahın himayəsi. Filankəs filankəsin kölgəsindədir, yəni onun xüsusi qayğısıdır. Deməli, Əl-Cüz-i Thani və Səmanun 82-ci cild səhifə 71-də Bab-ı Təziyə, deməli, səhifə 71. Diqqət edin bu kəlməyə 2 səfər. Deməli, səhifə, bağışlayın, 113-də. Əqul, Əllamə Məclisi buyurur, Yüəyyid ənəl murad bihi zillul ərş. Hədisi gətirir, sonra buyurur ki, məqsəd ərşin kölgəsidir, Allahın kölgəsi deyil. Deyir, buna da dəstək üsul kafidə nəql olunan hədisdir ki, və hədisi gətirir ki, orada Allahın kölgəsi yox, ərşin kölgəsi. İndi diqqət edin. Müsəlman aləmində olan alimlər bir kəlmə dedilər. Allahın kölgəsi yoxdur. Kölgədə olacaqlar neyin kölgəsindədirlər? Ya ərşin, ya da Allahın himayəsi, məcaz. Ərəb dilində olan bir məcaz, yəni təvil, yozulur. Allaha qaytarılmır. Çünki kölgə Allaha məxsus olan bir kölgədir.